Bismillah, elhamdülillah, vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'da. Değerli Müslümanlar, bildiğiniz kimi biz Zilhicce ayındayıq. Və bu günlər Allah qatında ən əzəmətli günlərdir. Çox təəssüflər olsun ki, bazarlarda, cəmiyyətdə və məscidlərdə müsəlmanların az zikr etdiyini müşahidə edirik və yaxud da zikr etmədiyini görürük. Lakin Allah Rəsulu sallallahu aleyhi ve sellem belə demişdir. Mə min əyyəmin ə'zamu indəllahi və lə əhəbbu iləyhi əl-əməlu fihinnə min həzihil əyyəmil əşr. Buyurmuşdur ki, elə günlər yoxdur ki, bu 10 gündən Allah qatında daha əzəmətli olsun və bu günlərdə edilən əməl Allaha daha sevimli olsun. Sonra buyurmuşdur ki, فَأَكْثِرُوا فِيهِنَّ مِنَ التَّحْلِيلِ وَالتَّكْبِيرِ وَالتَّحْمِيدِ. Buyurmuşdur ki, bu günlərdə La ilahe illallahı, Allahu Ekber'i və Elhamdülillahi çoxaldın. Yəni bu günlərdə bu zikirləri çoxaldın. Məhz buna görə İmam Buxari rahimehullah rivayet etmişdir ki, Abdullah ibn Ömer və Əbu Hüreyrə radiyallahu anhuma bazara gedərdilər, orada təkbir gətirərdilər, insanlar da onlara bu təkbirlərdə qoşulardılar. Buna görə də alimlər Zilhicce ayında edilən zikirləri iki qismə bölmüşdülər. Birinci qism mütləq zikirlər, ikinci qism isə müəyyən zikirlərdir. Mütləq zikirlər gəlincə isə, mütləq zikirlər istənilən yerdə, istənilən zamanda və namaza bağlı olmayan zikirlərdir. Bunların vaxtı Zilhicce ayı daxil olduqdan sonra Zilhicce ayının 13-cü günündə olan əsr namazına qədər olan vaxtıdır. Müəyyən zikirlərə gəlincə isə, müəyyən zikirlər Zilhicce ayının 9-cu günündə, yəni Arafa günün sübh namazından başlayır və Zilhicce ayının 13-cü günündə olan əsr namazına qədər davam edir. Və bu zikirlər fərz namazlarından sonra edilən zikirlərdir. Müəyyən zikirlər fərz namazlarından sonra edilən zikirlərdir. Bu zikirlər barəsində Əbu Şeybə rahimehullah rivayet edir ki, Abdullah ibn Məsud radiyallahu anhu bu zikirləri belə olduğunu demişdir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber ve lillahil hamd. Ona görə də dəyərli müsəlmanlar, çalışın bu zikiri, dediyim bu zikiri bu günlərdə çoxaldın və axirətdə azuqanızı bolca edin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ənt. Estağfuruke ve atubu ileyk.